Təsəvvür edin ki, vaxtilə Qubadan, Şəmkirdən və ya başqa rayondan 300 dollar, 500 dollardan ölkəni tərk edən adam bu gün milyonların sahibidir. Heç bir yerə siz investisiya qoyub, o qədər pul qazanamazsınız. Yəni, bu adam 200-300 dollardan getdi Moskvaya, bir milyonla pul qazanıb. Azərbaycan ekologiyasına toxunmayıb, torpağından istifadə eləməyib, havasından istifadə eləməyib, havadan sənə pul gətirir, havadan. Milli dəyərlərimizdir da. Bəli, belə bir investisiya yoxdur. Və biz onları güc-səhətlə qarşılamalıyıq. Bəlkə də Azərbaycan hökumətinin onlara yönəlik bir qanunları olmalıdır. Bir gün o Rusiyadan gələn Azərbaycanlıları incidən istənilən məmur sərt şəkildə cəzalanmalıdır. Və onları qoruyan bir qanun olmalı və ya bir qurum olmalıdır ki, onlar gələndə burada hansısa özbaşına məmurların yeminə çevrilməsin. Faktiki onlar bura gələndə hansısa məmurun yeminə çevrilirlər. Və bizim məmur... Pərakəndəlik var, razıyam sizinlə. Yox, bizim məmurlar... Pərakəndəliyi yığışdırmaq lazımdır. Yəni onlar hamısı investor şəklində bura gəlməli. Və onlar qorunmalıdır. Üzərində də onların çox, yəni bu son zamanlardan deyirəm, son zamanlar bu məsələlər başlamamışdan qabaq biraz zəifləmişdi gəlişləri də, gedişləri də. Bu da müəyyən səbəblər məmurların da ola bilər, hansısa təzyiqlər olmuşdu vaxtilə. Ola bilər, hansısa konsepsiyalar düzgün deyil idi. Razıyam, orada çox problemlər olub. Amma hər halda son vaxtlar bunlar hamısı yığışdırılıb da, yəni bunlara imkan yaradılmalıdır indi. Yəqin ki, İqtisadiyyat Nazirliyi ilə danışmaq lazımdır və bunların bir formatı olmalıdır ki, bunlar investor kimi, yəni bizim soydaşlarımız fərqlənsinlər o bir investorlardan. Yəni o əgər bura getirib investisiya edirsə, bunlara deməli təbii ki, liqotlar da olmalıdır, yəni ona uyğun güzəştlər olmalıdır.